bir insan yuxu görür. Bəs hansı yuxuların gerçəkləşdiyini bilirdinizmi? Nə gördüyümüzü xatırlayıb xatırlamamağımızdan asılı olmayaraq gündəlik həyatımızın təxminən 1/3-ni yuxuda keçiririk. İnsanlar qədim zamanlardan daim yuxuları yozmağa və onlardan məna çıxarmağa çalışıblar. Alimlər bildirirlər ki, səhərə yaxın görülən yuxular daha real və daha emosional olur. Elm adamları hesab edirlər ki, cümə gecəsi yuxuların gerçəkləşməsi üçün xüsusi enerjiyə malikdir. Həmin gün gördüyümüz yuxular həyatımızda mühüm dəyişikliklərə işarə ola bilər. Xüsusilə eyni yuxu həftələr və ya aylarla təkrarlanırsa, onun mənasını araşdırmaq məsləhət görülür. Mütəxəssislərin fikrincə, yuxu səhər tezdən və ya qısa bir mürgü zamanı görüldükdə onun həyata keçmə ehtimalı daha yüksəkdir. Bir maraqlı faktı da diqqətinizə çatdırmaq istərdim. Xəbərçi yuxularla bağlı ən məşhur nümunələrdən biri sui-qəsd nəticəsində həyatını itirən keçmiş ABŞ prezidenti Abraham Lincoln ilə əlaqələndirilir. Məlumatlara görə o, ölümündən bir neçə gün öncə yaxın dostu, həm də cangüdəni Ort Hill Lamondda Ağ Evdə keçirilən yas mərasimini gördüyü bir yuxudan bəhs edib. Lamond müsahibələrindən birində qeyd edir ki, Lincoln yuxusunda insanların bir tabutun ətrafına toplaşdığını görür və bunun kimə aid olduğunu soruşduqda ona prezident öldürülüb cavabı verilir. Elm hər gün yeni kəşflər etsə də, bəşəriyyət üçün hələ də sirr qalan və bizim də bilmədiyimiz hələ çox şey var.